2025-ci ilin ikinci yarısında paytaxtın ən böyük alış-veriş və əyləncə mərkəzlərindən birinin açılışı olacaq. Söhbət Veysəloğlu Şirkətlər Qrupunun Araz Mall adlı yeni layihəsindən gedir. Hazırda tikintisi davam etdirilən və bu ilin sonuna qədər açılışı planlaşdırılan Araz Mall daha çox strateji xüsusiyyətləri ilə diqqət çəkir. Belə ki, 1,2 hektar ərazini əhatə edən Araz Mallun 10.500 kvadrat metri tikinti sahəsidir. Hazırda Binəqədi qəsəbəsində tikintisi davam etdirilən Araz Mall, Mehdabad-Balaxanı-Novxanı yollarının kəsişməsində nəqliyyat axınının çox sıx olduğu bir məkanda yerləşir. Mallun yerləşdiyi coğrafi mövqe bütün istiqamətlərdən gələn ziyarətçilər üçün daha rahat giriş imkanı təmin etmiş olacaq. Burada rahat alış-veriş imkanı əldə edən ziyarətçilər üçün geniş istirahət imkanları da yaradılacaq. Mallda fəaliyyət göstərəcək Araz Supermarket 2200 kvadrat metr ərazini təşkil edəcək. Hazırda ölkənin əsas brend supermarketlərindən hesab olunan Araz, bu ünvanda da geniş məhsul çeşidi və yüksək xidmətlə müştərilərini məmnun edəcək. Araz Mallda restoranlar, fast food məkanları, bred mağazalar, uşaq əyləncə zonası, aptek və elektronika mağazası və s. fəaliyyət göstərəcək. 150 maşınlıq parking, dayanacaq sahəsi isə müştərilərin rahatlığını təmin edəcək. 15 km radiusda bu cür iri ticarət və əyləncə mərkəzi olmadığı üçün Araz Mall məkanın ən böyük ticarət və əyləncə mərkəzi olma potensialına sahibdir. Bəs Araz Mall ölkəmizin iqtisadi sosial həyatına hansı töhfələri verə bilər? Ölkənin ən böyük vergi ödəyicilərindən biri olan Veysəloğlu Şirkətlər Qrupunun Araz Mall adlı layihəsi nəticəsində yeni iş yerləri yaradılacaq. Yerli bizneslərin inkişafı dəstəklənəcək və bununla da ölkənin sosial-iqtisadi həyatına əhəmiyyətli dərəcədə töhfə vermiş olacaq. Bu layihə yalnız yaşayış sakinlərinin ehtiyaclarını ödəməklə kifayətlənməyəcək, həm də bölgədə iqtisadi artıma əhəmiyyətli dərəcədə müsbət dinamika gətirəcək.